yarım keçicilər. Deməli, metalların xüsusi müqaməti yarım keçilərin müqamətindən azdır. Yarım keçilərin xüsusi müqaməti dielektrikin xüsusi müqamətindən azdır. Dielektriklər demək olar ki, elektrik cərəyanı keçirmirlər. Metallar elektrik cərəyanı çox yaxşı keçirirlər. Amma yarım keçilər bu metalla dielektrik arasında aralıq mövqeyini tutur. Bir fərqi budur. Metalın xüsusi müqaməti yarım keçilərin xüsusi müqamətindən azdır. İkinci fərqi nədir? Belədir, metalı qızdıranda müqaməti artır. Metalı qızdıranda müqaməti belə artır, belə artır, görürsünüz. Bu düsturdan R bərabərdir, R0, alfa T düsturu ilə müqaməti xətti artır. Yarım keçici qızdıranda müqaməti belə azalır. Eksponensial olaraq azalır, belə görürsünüz. Qızdıranda yarım keçici elektrik cərəyanı yaxşı keçirir, müqaməti azalır. Metalı qızdıranda müqaməti artır, elektrik cərəyanı pis keçirir. Yarım keçicilərə misal olaraq Mendeleyev cədvəlində, məsələn, ən məşhur olan silisiumdur. Silisiumu göstərə bilərik. Germaniumu göstərə bilərik. Bizim telefonlarımızın, kompüterlərimizin, çiplərin hamısının əsas işləyən hissəsi silisiumdan ibarətdir. Sonra bu silisium və germanium 4-cü qrup elementlərdir. Bunlar çox məşhur yarım keçicilərdir. Məsələn, burada belə selen də var. Məsələn, Azərbaycan seleni tədqiq üzrə dünyada məşhur yerdir. Çünki Azərbaycan fizikləri seleni bütün dünya tanıdıqlar ki, bunun selenin hansı xassələri var. Sonra bizim alimlər təbəqəli quruluşa malik olan maddələrin var. Məsələn, qalli selen var, indi selen var, qalli kükürt var. Belə bu tip yarım keçiləri birinci Azərbaycan alimləri dünya tanıdıqlar. Birinci Azərbaycan alimləri kəşf ediblər. Sonra üç qat birləşmələr və onlar da yarım keçicidir. Mendeleyev cədvəlində bir neçə element yarım keçici, sonra iki qat birləşmələri var, sonra üç qat birləşmələr yarım keçici şəklində olan birləşmələr var. Deməli, biz nə elədik? Yarım keçici metalın fərqinin, iki fərqini araşdırdıq. Əsas iki fərqi var. Deməli, yekunlaşdıran metalın müqaməti, yarım keçici müqamətin az olur. Amma bunları qızdıranda metal cərəyanı pis keçirir, yarım keçici cərəyanı yaxşı keçirir. Yarım keçicilərin məxsusi keçicilik, yəni öz keçiciliyi. Heç bir aşkarı olmayan yarım keçicilərin keçiciliyinə məxsus keçicilik deyilir. Məsələn, hesab edək ki, deməli, silisiumdur. Silisium elementinə müəyyən qədər, məsələn, belə ampulanın içərisini qəşəng təmizləyirik. Belə də var, ampulanın içərisini təmizləyirik. Bura müəyyən qədər silisium tökürük, tərəzidə keçib tökürük, neçə qramsa. Sonra ampulanın ağız hissəsi yoxdur, belə. Bura, məsələn, şlanq salmaqla nasosa birləşdiririk, buradakı havanı çıxardırıq və şöfrən bunları, qaz havanı sonra, nasos havanı sonra şöfrən bunları belə birləşdirir, əridir, birləşdirir. Deməli, burada nə alırıq? Vakuum alırıq. Sonra bunu belə məhdəl salmaqla aparıb salırıq, pekin nədir? Qızdırıcı içərisinə. Burada temperatur artırsa 1000 dərəcəyə yaxın temperatur yaradırıq. Silisium əriyir, sonra yavaş-yavaş bunu soyduruq. Məsələn, bir günə, 2 günə yavaş-yavaş soyduruq. Sonra aşağı temperatur tutuşandan sonra püşəni qırıb buradan nədir? Silisiumu götürmək olar. Bu silisium təmiz silisium kristalıdır. Silisium kristalında mən fəzada göstərəməyəcəm, 3D-də göstərəməyəcəm, 2D üzərində burada biraz təsvir edək də necə olan əlaqələr. Silisium 4-cü qrup elementidir. Silisium xarici elektron təbəqəsində 4 elektronu var. Qonşu silisium atomları arasında kovalent rabitə əmələ gəlir. Yəni, ortaq rabitələr əmələ gəlir. Və hər silisium atomunun xarici elektron təbəqəsində elektronların sayı 8-ə gəlib çatır. Belə, bu kovalent rabitələrdir. Görürsünüz, belə kovalent rabitələrdir. Qonşu silisium arasında, atomlar arasındakı rabitələr kovalent rabitələrdir. Belə görürsünüz. Bu rabitənin, bu elektronu bu silisium atom versə, bu birisi elektronu, bu birisi silisium atomundur. Bu rabitələr nədir? Ortaq rabitələrdir. Hər rabitədə bir elektron var. Silisiumun xarici elektron təbəqəsində elektronların sayı 8-dir. İdeal halda burada sərbəst yük daşıyıcı yoxdur. Amma yarım keçilərin bir xüsusiyyəti var ki, onlar xarici təsirə çox həssasdırlar.
işıq salanda, qızdıranda bəzi rabitələr nədir? Qopur. Məsələn, tutaq ki, işıq saldıq, məsələn, buradan bir işıq saldıq, bax, belə deyək, bax, bir foton gəldi, məsələn, bu rabitəyə düşdü, H-dır. Fotonun enerjisi, rabitənin enerjisindən böyük olsa, buradan elektronu qopardacaqdır. Elektron başlayacaq burada sərbəstləşəcəkdir. Elektronun yeri boş qalacaq. Elektronun yeri boş qalacaq. Elektron buradan çıxır, yeri boş qaldı. Boş yer özün müsbət yük kimi aparacaq. Bu müsbət yükün adı deşikdir. Deməli, bir rabitə qırılanda bir elektron əmələ gəlir, bir deşik əmələ gəlir. Nə qədər rabitə qırılsa, o qədər elektron əmələ gələr, o qədər də deşik əmələ gəlir. Elektronların sayı deşiklərin sayına bərabər olar. Yəni, elektronların konsentrasiyası deşiklərin konsentrasiyasına bərabər olar. Belə yarım keçiricini elektrik dövrəsinə qoşsaq, cəryanı həm elektronlar keçirər, buna elektron keçirici deyəcək, həm də deşiklər keçirər, buna deşik keçirər deyəcək. Bunlar da bir-birinə təxminən bərabərdirlər. Deməli, məxsus yarım keçiricidə yükdaşıcılar hansılardır? Həm elektronlardır, həm deşiklərdir. O başqa qarışıq yoxdur, ancaq silisiumun özüdür. O məxsus yarım keçiricilərdə yükdaşıcılar həm elektronlar, həm deşiklərdir. Bax, qızdıranda uşaqlar, bax, yarım keçici qızdıranda eyni artır, konsentrasiya artır. Qırılan rabitələrin sayı artır. Qırılan rabitələrin sayı artdığına görə cəryan artır və cəryanı yaxşı keçirir. O da deməli, elektron deşik nə hesabına əmələ gəlir? Silisium atomları arasında rabitənin qırılması hesabına. Rabitəni nə hesabına qırırıq? Ya işıqlandırmaqla qırırıq, ya qızdırmaqla rabitəni qırırıq. Aydın bu oldu. Məxsus yarım keçiricinin elektrik keçirici. Məxsus yarım keçiricidə yükdaşıcılar elektronlar və deşiklərdir. Gəlin indi baxaq biz deməli N tip yarım keçiricilərə. Tutaq ki, deməli yarım keçiriciyə daxil eləmişik məsələn 5-ci qrup elementi. Silisiuma daxil eləmiş 5-ci qrup elementi. Baxın, bax, silisiuma 5-ci qrup elementi, məsələn, arsen. 6-cı qrup elementi fosfor. Bax, 7-ci qrup elementi daxil eləsək, bu hissədəki elementləri daxil eləsək, burada görək nə baş verəcəkdir. Məsələn, bu olsun arsen. Arsen daxil eləmişik. Hazırladıq, məsələn, bir bacıda arsen müəyyən faiz, 1%, 0.5% nəsə arseni daxil eləmişik. Yenə bax, havasını da çıxardırıq. Bunu, məsələn, sonra qızdırırıq. Qızdırandan sonra arsen də əriyir, silisium da əriyir. Arsen atomları yavaş-yavaş diffuz edirlər silisiumun içərisinə. Bəzən çalxalayırlar bunu belə. Baş aşağı çevirirlər, o tərəfə çevirirlər. Arsen atomları silisium içərisinə bərabər paylanır. Görürsünüz, müəyyən sıxlıqla paylanır. Məsələn, belə deyək, tutaq ki, burada bunları təmizləyib. Arsen atomu, məsələn, gəldi, hesab edək ki, buradakı silisiumu əvəz elədi. Yerində oturdular. Bu arsen gəlib bu silisiumun atomun yerində oturdular. Arsenin 5-ci qrup elementidir. Xarici elektron təbəqəsində 5 elektron var. Biri burada, biri burada, biri burada, biri burada. Bunları göstərin belə bax. Biri, ikisi, üçü, dördü. Bəs 5-ci anı, 5-ci arsen atomu ətrafında belə böyük radiuslu çevirə üzrə hərəkət edir. Bax, 5-ci elektronun qopması asandır burada. Oldu. Məsələn, yarım keçini qızdırsaq və yaxud işıq salsaq, bu 5-ci elektron asanlıqla qopacaqdır, sərbəst elektron əmələ gələcək. Amma burada deşik əmələ gəlməyəcək. Sərbəst elektron əmələ gəldi, bu oldu sərbəst elektron əmələ gəldi. Oldu. Əgər silisium atomları arasında rabitə qırılsa, məsələn, bu rabitə qırılsa, burada həm deşik əmələ gələcək, həm də elektron əmələ gələcək. Belə çıxır ki, elektronların sayı deşiklərin sayından çox olacaq. Buna deyirlər N tip yarım keçirici. Belə bax, elektronların sayı deşiklərin sayından çox-çox böyük olacaq. Elektronların konsentrasiyası deşiklərin konsentrasiyası çox-çox böyük olacaq. Yəni, cəryanı həm elektronlar, həm deşiklər keçirmirdilər. Elektronların sayı çox-çox böyük olduğuna görə elektron keçiriciliyi deşik keçiricindən çox böyük olacaq. Təqribən yazacaq ki, I bərabərdir, əsas elə bir elektronlar keçirir. Deməli, N tip yarım keçicilərdə elektronlar əsas yükdaşıcı olacaqdır, deşiklər qeyri-əsas yükdaşıcı olacaq. Deşiklərin sayı elektronların sayının azdır. Ona görə cəryanı əsasən elektronlar daşıyacaqlar. Bax, burada əsas mənfi yüklər daşıdığına görə negativ sözündən əmələ gəlibdir. Ona görə buna N tip deyəcək. N tip yarım keçirici. Deməli, arsen burada donor aşkardır, elektron verən aşkardır. Elektron verən aşkarlara donor aşkarlar deyirlər. Silisium üçün 5-ci, 6-cı, 7-ci qrup elementlər əsasən donor aşkarlardır. Donor aşkarlı yarım keçicilər deyirlər N tip yarım keçicilər. N tip yarım keçicilərdə elektronlar əsas yükdaşlardır,
Deşlər qeyri-əsas yük daşıyıcılardır. Akseptor aşkarlı yarımçəkilər. Tutaq ki, silisiuma üçüncü qrup elementləri daxiləmişik, yaxud ikinci qrup, yaxud birinci qrup element daxiləmişik. Məsələn, üçüncü qrup elementi məsələn indium ola bilər, qallium məsələn, bunlar birini daxiləmişik. Məsələn, indium daxiləmişik bura. İndium daxil elədik. Bax, silisiuma müəyyən faizdə indium daxil eləmişik. Burada silisiumdur. İndiumu daxil elədik. Sonra bunu saldıq peçin qızdırıcının içərisinə əritdik. Ərdəndə yenə məsələn, indium atomları difuziya edəcəklər və silisiumun içərisində bərabər paylanacaqlar. Oldu. Sonra soyudacaq, sonra aldığımız kristal olacaqdır, deməli, akseptor aşkarlı silisium kristalı. Məsələn, soyudanda bəzi indium atomları gəlirlər, bəzisi nədir, silisium atomların yerini tuturlar. İndium üçüncü qrup elementidir, Mendev cədvəlində. Xarici elektron təbəqəsi 3 elektron var. Bir elektronu verir bura, bir elektronu verir bu rabitəyə, bir elektronu verir bu rabitəyə. Bu birisi rabitəyə elektronu qalmır. İndiumun xarici elektron təbəqəsində 3 elektron var, 3-cü qrup elementidir ona görə. Bura elektron çatmır, ona görə bu yer, boş yer özünü müsbət yük kimi aparır. Deməli, neçə indium atomu olsa, rabitədə onda o qədər deşik əmələ gələcəkdir. İndi işıqlandırsaq, yaxud qızdırsaq, başqa rabitələr də qoşuq. Tutaq ki, buradan qızdırdıq, məsələn, buradan məsələn, elektron qopdu, yerində deşik əmələ gəldi. Ümumi baxanda, burada elektronların sayı, deşiklərin sayına nə oldu? Az oldu. Çox-çox az oldu. Məsələn, nə qədər indium atom varsa, o qədər indium, nə deyir, müsbət yüklər, deşiklər çox olacaq. Deməli, elektronların konsentrasiyası deşiklərin konsentrasiyasından çox-çox az olacaq. Cəryanı deməli, elektronlar deşiklərə nisbətən az keçəcək. Bax, elektron keçici deşik keçicindən çox-çox kiçik olacaqdır. Onda alacaq demək olar ki, deşiklərin keçici olacaqdır. Deməli, burada müsbət yük, deşik yaradan aşkarlara deyəcək akseptor aşkarlar. Germanium silis yükün akseptor aşkarlar birinci, ikinci, üçüncü qrup elementləridir. Akseptor aşkarlı yarımçəkildə əsas yük daşıyıcılar müsbət yüklər, yəni deşiklərdir. Qeyri-əsas yük daşıyıcılar elektronlardır. Aynı oldu. Belə yeşinaşdaq da məhsul yarımçəkildə yük daşıyıcılar həm elektronlardır, həm deşiklərdir. Donor akseptor aşkarlı yarımçəkillərdə elektronlar əsas yük daşıyıcıdır, deşiklər qeyri-əsasdır. Başqa sözlə, N-tip yarımçəkillərdə elektronlar əsasdır, deşiklər qeyri-əsasdır. Akseptor aşkarlı, yəni P-tip yarımçəkillərdə deşiklər əsas yük daşıyıcıdır, elektronlar qeyri-əsas yük daşıyıcıdır. Gəlin də yarımçəkillərin tətbiqinə baxaq. Məsələn, birinci fotorezistordan söhbət edəcək. Fotorezistor nədir? Yarımçəkilin üzərinə işıq düşəndə, bəzi yarımçəkilləri var, onların üzərinə işıq düşəndə rabitələr qırılır, elektronların, deşiklərin sayı artır. Buna əsasında cihaz düzəldirlər, işığı qeyd eləmək üçün, buna deyirlər fotorezistor. Fotorezistorun iş prinsipi yarımçəkil müqavimətinin onun üzərinə düşən işıq selindən asılı olmasına əsaslanır. Çox işıq salsaq, daha çox rabitə qırılacaq, az işıq salsaq, az rabitə qırılacaqdır. İşıqda cəryanı əla keçirəcəkdir, qaranlıq eləsə cəryanı keçirməyəcək. Bax, işıq həssas materialdır, buna deyəcək biz fotorezistor. Fotorezistorun iş prinsipi yarımçəkil müqavimətinin işıqlanmadan kəskin asılı olmasına əsaslanır. Fotorezistorun tətbiq sahələri çox böyükdür, bir tətbiq sahəsi də zəif işıq selini ölçməkdən ötürüdür. Bayaq dedi, yarımçəkici işığa da həssasdır, temperatura da həssasdır. Yarımçəkici, məsələn, belə götürürlər, yarımçəkicini qızdıranda müqaviməti kəskin dəyişir. Ona görə bu yarımçəkici ilə biz temperaturu ölçə bilərik. Belə cihazlara deyirlər termorezistor. Termistor da deyirlər. Termorezistor. Bu yarımçəkici müqavimətinin temperaturdan kəskin asılı olmasına əsaslanır. Termistorlarla temperaturu ölçürlər. Qızdıranda cəryanı yaxşı keçirir, soyudanda cəryanı nədir? Pis keçirir. Məsələn, bu bir balaca təsir edən kimi həmin temperaturu qeyd edir. Məsələn, civəli termometrdən müqayisədə bunlar daha nədir? Həssasdır, daha böyük ölçmə həddi, interval da böyükdür və kimyəvi cəhətdən civə kimi zərərli deyil. Hesab bilən ki, bu yarımçəkicidir.
Bu deməli bura bir nədir? Lehimləsək məsələn bir metalla məsələn qalayı bura lehimləsək məsələn oldu. Bu metal olacaq. Bu da yarım çeşici. Məsələn ya N tip ya tutaq ki P tip məsələn. Bu olacaq P yarım çeşicidir, bu da metaldır. Bura metaldır görürsünüz. Bu deməli olacaq yarım çeşici diod. Bu diod bir istiqamətdə cərəyanı yaxşı keçirir, başqa istiqamətdə cərəyanı pis keçirir. Oldu. Bu P-dir, bu da N tip. Yoxsa PN tip. Görürsünüz, PN tip. Burada deməli PN çekidə əmələ gəlir. Metalla yarım çekici arasında. O da cərəyanı bir istiqamətdə yaxşı keçirir, bir istiqamətdə pis keçirir. Deməli yarım çekicinin belə deyək. P qütbünü, P tərəfini deməli müsbət qütbə qoşsaq, metal tərəfini N qütbünü mənfi tərəfinə qoşsaq, burada lampa da qoşaq bir dənə. Belə qoşsaq, bu lampa cərəyanı göstərəcək, qeyd edəcək. Bu işıqlanması olacaqdır. Deməli, P-ni müsbət, E-ni müsbət tərəfə qoşur, mənfi tərəfə qoşanda cərəyanı yaxşı keçir. Buna deyirlər düz çəkid. Düz çəkid. Oldu. Düz çəkid. Bu, deməli, diodun voltametre xarakteristikasını çıxartmaq istəsək, bu cərəyan şiddəti burada olsun, gərginlik burada olsun. Gərginlik artırsa, cərəyan şiddəti belə artır. Baxın, bir. Düz çəkidinin voltametre xarakteristikası belədir. Düz çəkiddə voltametre xarakteristikası belədir. Bu istiqamətdə cərəyanı çox yaxşı keçirir. Əgər qütblərin yerini dəyişsək, deməli, P-N çəkid deyil. P tərəfini mənfi qütbə qoşsaq, N tərəfini müsbət qütbə qoşsaq, müsbət tərəfə qoşsaq, burada lampa işıq vermək, cərəyan çox-çox az olacaq. Buna deyirlər tərs çəkid. Tərs çəkid. Belə olur. Tərs çəkidin cərəyanı çox-çox az olur. Bu bilsən müqayisədə çox-çox az olur. Əlbəttə, müəyyən gərginlikdə yarım çekici deşilir, başqa onun işim yoxdur. Bu hissə, bura kimi ola isə tərs çəkiddir, görürsünüz. Bu hissə yarım çekici diodun voltamper xarakteristikasıdır. Görürsünüz, bir istiqamətdə cərəyanı yaxşı keçirir, istiqamətdə cərəyanı pis keçirir. Ona görə deyirlər ki, yarım çekici diod bir tərəfli keçiriciliyə malikdir. Məsələn, şərti işarəsi belədir, diodun. Görürsünüz, belə. Qoşsaq, müsbətə qoşsaq, bu cərəyanı yaxşı keçirəcək. Belə olsa, bu istiqamətdə cərəyan axacaqdır. Tərs qoşsaq, bura müsbət, bura mənfi versək, cərəyan belə axar, gəlib buradan cərəyan alınmayacaq, bu buraxmayacaq. Diod bir tərəfli keçiciyə malik olduğuna görə ondan dəyişən cərəyanı, sabit cərəyanı çevirmək üçün, yəni düzləndirici kimi istifadə edirlər. Məsələn, bizim telefonlarda adaptor yoxdur. Adaptor içərisində 4 dənə belə diodun köməyi ilə bu mənbədə olan dəyişən cərəyanı, sabit cərəyanı çevirirlər. Əvvəl biz transformator da var. Transformator gərginliyi 220 voltdan 5,7 volta kimi azaldır. Amma sonra bu diodlar o dəyişən cərəyanı sabit cərəyanı çevirir. Yəni diod düzləndirici xassəsinə malikdir. Çünki yarımçəkici diod bir tərəfli çəkiciyə malik olduğuna görə ondan düzləndirici kimi istifadə edirlər. Yəni 2 P-in çəkid var. Ya belədir, uşaqlar, P, N, P. Görürsünüz, P-N-P. Bir P-in çeşid budur, bir çeşid budur. Və yaxud belə M-P-N. N, P, N. Oldu. Bu da başqa nədir? Başqa tipidir. E isə transistordur. Transistor deməli nə eləyir? Transistor rəqsləri gücləndirmək üçündür. Məsələn, balaca bir rəqslər olsa, zəif rəqslər olsa, transistor bu rəqsləri gücləndirici kimi istifadə gücləndirir. Aydın oldu. Şərti şərsi belədir bu uşaqlar, transistorun. Belə göstəririk. Bura olsun, ortadakı hissə yoxdur. Bunun qalınlığı az olur, mikrometr tərtibində olur. Bura baza deyirlər. Baza. Kontaktların bir hissəsi, bir hissəsi emmitdir. Ok qoyulan emmitdirdir. O birisi nədir? Kollektor.